Müsaadenizle Sankent Futbol futbolcusu Emin Kuliyev'de. Emin'i ilk önce tebrik ediyorum. Komanda güzel galibiyet kazandı bugün Göygöl üzerinde 5-0. Sen de bu oyunda dublə imzaladın. Zəhmət olmasa komandanın özünün şəhəri. Birinci salamlayıram izləyiciləri. Təbrikə görə də çox sağ ol. Çox yaxşı oyun keçdi, məhsuldar oyun keçdi. Komandaya fayda verdiyimə görə də sevinirəm. 2 gol vurdum. İnşallah gələcəkdəki oyunlara baxırıq. Oyunun əvvəlində sanki ilk 20 dəqiqə təxminən yarım saat, yəni çətin oldu. Hesabı da aça bilmirdiniz. Nəylə alakalı? Biraz həm səfər amili var, həm meydan amili var. Həm də biraz meydan sahələri və arxada oynayırdılar. Amma ona baxmayaraq ilk hissədə hesabı açdıq, sonradan qolları sılamaya başladıq. İkinci hissədə bir şoklu epizodlardan qaçırdınız. Bu nə ilə əlaqədir? Bu ola bilər, texniki fərdi səhvlər ola bilər. Onunla bağlı, amma gələcəkdə inşallah onları düzəldib daha çox qol vurmaq planlayırıq. Yaxşı, onda bu sualın ikinci hissəsindən cavab. Yəni öz oyununda dəyərləndir. Yəni 2 oyunda 2 gol imza atdıq. Cəmi neçə golun var? 6. Artıq 6 golun var. 2 də kubok qolu 8. 8 golun. Yəni bu oyunda öncədən planlaşdırırsan, yoxsa epizod daha Əslində fikirləşirdim, amma epizoda yoğun epizodları dəyərləndirməyə fikirləşirəm. Amma birinci növbədə komandaya qol sayını artırmağı, komandaya fayda verməyə fikirləşirəm. Oldu, ilərdə sizə bir neçə tur, ikinci dövrənin turu və sonra da üçüncü mərhələ altılıq gözləyir. Yəni, səncə bu templə komanda davam edə biləcəkdir? Ən birinci növbədə boşluqlara yol verməməliyik, kompakt olmalıyıq, yığışmalıyıq. Qabaqda altılıq var. Orada maksimum xallar əldə edib çempionluğu rəsmiləşdirmək istəyirik. Oldu, təşəkkür edirəm. Minnətdarım. Sağ olun.